Balaca körpəm gecələr saatlarla ağlayır. Bilmirəm neyləyəcəm. Amma düşünürəm ki, alışıram. Yəni alışmaq məcburiyyətindəyim. Bir gün səhər tezdən oyanıram. Birinci ona həyat yoldaşımı səhər yeməyə hazırlayıram. Çünki gecə qalanda çox əsəbləşir. Sonra da körpəmi su verib onu rahatlayıram. O, həyat yoldaşım məndən böyükdür. 24 yaşı var. Amma ailəm dedi ki, yaxşı insandır. Ailəsi də yaxşıdır. Mən də onlara inandım. Daha doğrusu inanmaqdan başqa seçənəyim yox idi ki. O ilk mənə yaxınlaşanda düşmədim. Nə baş verir? Amma məni məcbur elədi. Sonra qorxumdan evdə də deyə bilmədim. 13 yaşında nişanlandım, sonra hamilə qaldım. İndi onun evindəyəm. Bütün gün ev işləri məşğul oluram. Bayıra çıxıram, amma tək yox. Deyirəm ki, üzümə rəng gəlsin. Bir şey ki, məni körpəmlə bayırda görəndə deyirlər ki, necə ağıllı qızsan, balaca bacını gəzdirirsən. Nə deyə bilmirəm. Sadəcə baxıram, gülümsəyirəm. Bəzən körpəm yatandan sonra güzgünün qabağına gedirəm, baxıram ki, üzüm uşaq kimidir. Amma gözlərim deyil. Axşam olur, yemək hazırlayır. Yoldaşım gəlib, TV-yə baxarkən körpəmi yedizdirib yatızdıracam. Arada elə istəyirəm ki, anama zəng eləyim. Amma sonra yadıma düşür ki, axırıncı dəfə danışanda mənə dedi ki, sənin öz ailən var, onlarla maraqlı. Uşaq vaxtı elə gözəl idi. Bütün gəlinciklərimi balkona yığıb onlarla oyun oynayardım. Amma indi balaca körpəm var və mən onunla oyunlar oynamıram. Çünki onu böyüdürəm. Amma axı mən qorxuram. Bugün evdə heç kəs yoxdur. Bu videonu da evdə gizlin çəkirəm. Amma mən istəyirəm ki, bütün bunları birinə danışım. Bəlkə mənə kömək elədi. Sən mənə kömək edə bilərsən? 13 yaşım var. Bu yaşadıqlarım normaldırmı? Mən niyə məktəbə getmirəm?